İkinci sünnə əməllərindən, değerli kardeşlerim, yatmamıştan önce tekbir, yani Allahu Ekber, tehmid, elhamdülillah, tesbih, Subhanallah zikirleri etmeyin. Lakin burada diyeceğimiz bu zikirlerin bildiğimiz forması değil. Yani biz bilirik ki əksər Müslümanlar 33 defa edir. 33 defa Subhanallah, 33 defa elhamdülillah, 34 defa Allahu Ekber. Bununla say neye tamamlanır? 100'e. Bu zikrin başka formalarını yerine getirmeyin. Bu zikrin başka formaları var idi. O ki sünnədə əksər Müslümanlar onları bilmirlər. Yox da bilir. Mən eşitmişəm. Əməl edən var? Yoxdur. Subhanallah. Əli o zaman deyir ki, Allah Resulü'nün sahabəsi idi, əmisi oğlu idi, Küləkən sayılırdı. Qızının əri idi, Küləkəni idi, Fatıma radiyallahu yoldaşı idi. Bir günlər Fatıma radiyallahu atasının yanına gəlir ki, ona şikayət etsin. Yəni, ev təmizləməkdən, paltar yumaqdan yorulmuşdu, əlləri ağrıyırdı. Resulullah s.ə.v evdə olunur və yoldaşı Ayşə radiyallahu görür, ona deyir ki, bəs atama deyərsən, mənə qulluqçu göndərsən. Mənə qulluqçu göndərsən ki, evin işlərini görsün. Ayşə radiyallahu gəlir, Allah Resulü gələndə zövcəsi ona xəbər verir ki, bəs qızın Fatıma gəlmişi də belədir. Və Allah Resulü Ayşədən bu xəbəri alandan sonra yollanır onların evlərinə. Fatıma radiyallahu deyir ki, biz yoldaşımla yatardayıq. Resulullah s.ə.v gəldi, qapını döydü, içəri daxil və bizim yanımızda oturdu. Və dedi ki, ey qızım deyir, İstəyirsən sənə xidmətçidən də xeyirli olan bir şey xəbər verir. Bir sözlə deyirlər alimlər burada. Deyirlər ki, subhanallah, faydaya var. Yəni deyir ki, ey qızım, istəyirsən sənə xidmətçidən də xeyirli olan bir şey deyim. Və sonra başlayır Resulullah s.ə.v yatağına deyir uzandığın zaman 34 dəfə Allahu Ekber, 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah. Bu sizin üçün deyir xidmətçidən də daha xeyirli var. Alimlər deyir ki, əsas qadınlara aiddir. Əgər yorulmaq istəmirlərsə, evdə bu zikirləri etsinlər. Yəni evdə iş görəndə yorulmaq istəmirlərsə, çünki Fatıma radiyallahu nəyə görə gəlmiş şikayət eləmək? Yorulduğuna görə. Ona görə deyir, bu zikirləri etsinlər. Məli radiyallahu deyir ki, vallahi deyir, Allah Resulü bunu mənə deyəndən sonra, bizə deyəndən sonra, hətta Siffeyn gecəsi belə o böyük vaxtdır. Mən də o zikirləri unutmaq, eyni yerindir. Bu yatmamışdan qabaq. Lakin eyni ilə bu zikir 33 dəfə Subhanallah, 33 dəfə Elhamdülillah, 34 dəfə Allah Ekber namazdan sonra gəlir. Namazdan sonra gəlib eyni zikir. Və həmçində ikinci forması gəlib namazdan sonra 33 Subhanallah, 33 Elhamdülillah, 33 Allah Ekber və sonuncu bir yüzə tamamlamaq üçün La ilahe illallah vahdahu la şerike la lehul mulk ve lehul hamdu ve huve ala kulli şeyin kadir. Bu ilə 100 tamamlanır. Və Resulullah s.ə.v buyurur, kimdir bu zikri deyərsə namazdan sonra onun üçün 10 qulu azad etmək, 10 dəfə dərəcəsi qalxır, 10 günah silinir və s. kimi fəzillər və gün ərzində şeytandan qorunacaq. Və sonra sahabələrdən biri gəlir ki, hədislərdən, deməli, hədislər keçir Əbu Davudda, həmçinin Tirmizdə, Şeyx Alban Allah hamısını səhiləşdirir. Deməli, dəyərli qardaşlarım, 25 dəfə Subhanallah demək, 25 dəfə Elhamdülillah demək, 25 dəfə Allah Ekber demək və bir də 25 dəfə təhlil. La ilahe illallah, la ilahe illallah. 25, 25, 25. Sahih Müslim'də gəlib ki, Allah Resulü buyurur ki, namazdan sonra kimdir 10 dəfə Subhanallah, 10 dəfə Elhamdülillah, 10 dəfə Allah Ekber deyərsə, bu zikirdə gəlir. 10, 10, 10, hələsi. Bütün bunlar, değerli kardeşlerim, sünnədə təhlil, təhmid, həmçinin təkbirin, təhlilin Allah Resulü'nün dilindən gələn sünnətlər hansı ki, əksər müsəlmanlar ondan xəbərsizdir. Və Şeyx Alban Rahmanullah deyir ki, zikirdə icazə verilən yalnız və yalnız sağ əlin buğmaları ilə zikir etməkdir. Sol əllə, iki əllə, başla və həmçinin təsbih ilə etmək bidətdir. Və sonra deyir ki, əgər kimə ki çətin olarsa, zikirləri qatışdırarsa, o zikirləri etdiyi zaman bir-birində qatıb deyə bilər. Subhanallah, Elhamdülillah, Allah Ekber. Subhanallah, Elhamdülillah, Allah Ekber. Subhanallah, Elhamdülillah, Allah Ekber. Bu formada da deyə bilərsən. Bu Şeyx Alban Rahmanullah deyir.